Hə, mənim əzizlərim. Mənim anam tovuzlu qızı olduğuna görə mən gözümü açandan o bizə qəşəng bulyonlu, toyuqlu ərişdə süpürmüşdü. Bu günlərimdə mənə sovqat göndəribdi. Allah valideynlərimizin canını sağ eləsin, həyatdan köçənlərimizə Allah rəhmət eləsin. Noxudundan, lobyasından, turşusundan, ərişdəsinə belə özü kəsib mənə göndəribdi. Kək otusu, qızıl gül çayı. Birinci növbədə yağ soğanlarımızı qovururuq. Sonra bulyonumuzu tökürük. Göndərdiyi alçaları, gavalı turşusunu, noxudu, lobyanı hər birisini bulyonumuza qatırıq. Ərişdəmizi də töküb sonunu bax belə gözəl göylə yekunlaşdırırıq. Azərbaycanlı olduğuma görə təbii ki təzə bir çay da dəmləməli idim. Kək otulu, qızıl güllü, apelsin qabıqlı, mixəhli bir gözəl pürrəngi çay dəmləyib oturub nuş elədim. Mən sağ, siz salamat.